İnşallah gəlin ümid edək ki, bu mövzunu tez bitirəcəm. Çünki Əşrəf kişi oturub orada, özə sırf nəvəsi üçün gəlib. Qarşı tərəf də açıq deyim sizə, məni 2 gündür gözlədir, əmirlər verir mənə, təşəkkür edirəm əmriniz üçün. Ay mənim əzizlərim, bu ölkədə qanun var, qayda var. Bir insanın uşağı atasının xəbəri olmadan övladlığa məhkəmə xətti ilə verilə bilməz. Uşaq məgər oyuncaqdırmı? Vallahi mənim itlərim ləc düşür, bir-biri qırırlar, ikisi bir yerdə. Ona görə mənə həkim məsləhət gördü ki, bunu evdən çıxarın, həyətdən çıxarın birini. Çünki bir-birini elə günə qoymuşdular, alqan içindəydilər. Bu yaxınların sözünü deyirəm sizə. Mən o itin yerin ayırdım, amma heç kimsəyə cəsarət edib verə bilmədim. Mənə sual verdilər ki, niyə görə sən vermirsən, qoy bir it sevənə verək də bunu. Dedim, mən onun nə qədər o itə yaxşı baxacağını bilmirəm. Mən onu verə bilmərəm. Mən bilmirəm ki, o itə yaxşı baxacaq onun sahibi, mənim kimi baxacaq, yoxsa yox. Mən itimi şəxsən vermədim, yerlərin ayırdım, ayrı-ayrılıqda gəzməyə çıxırlar. İndi bir insan deyir ki, bəlkə belə çox şey çəkdim, misalı, üzr istəyirəm. Yəni, o anlamda demək istəyirəm ki, mən heyvanıma belə qıymıram ki, kiməsə verən. Yəni, bu kişinin haqqıdır ki, atanın öz uşağını götürüb kimsə övladlığa, ata sağ ola. Nə ixtiyarla? Hansı qanunla? Dayı kimdir? Nənə kimdir? Baba kimdir? Təzə araşdırıram ki, qadın ərə gedib. Qadın ərə gedib, uşağın anası. Gedə bilər, əlbəttə gedə bilər. Qadın ikinci dəfə xoşbəxt olmağa cəhd edirsə, Allah onun yolunu açsın. Amma uşağını kiməsə verib ərə gedirsə, yazıqlar olsun o qadına. Bir qadın uşağını əgər kişi üçün, ər üçün, öz xoşbəxtliyi üçün atırsa, yazıqlar olsun. Yenə deyirəm, o atmaq da onun işi. Hər qoyun öz ayaqlarından asılacaqdır. Kimin nə günahı varsa, yaxşı və ya pis fərq etməz. Hər kəs öz etdiyinə cavab verəcək. Çünki indi siz deyə bilərsiniz ki, Gülxanım da 3 uşağını bayramın qoltuğuna verdi, məhkəmə belə ərizəni yazdı belə. O boyda yerlər qurduq, o boyda işlər qurduq. Amma o da verdi bayrama. O da onu belə keçmək olur. Ən azı bilirsən ki, bayram atmayıb uşağı, bayram uşağına baxır. Nənə, baba var yanında. Bunu deyə bilərsiniz ki, yaxşı, ay xanım, gedirdin ərə, uşağının da əlindən tutub. Səni bir kişi əgər uşağınla birlikdə qəbul eləmirsə, o kişi sənə lazım deyil. Atasına ver uşağı. Vergin, sən başqasına niyə satırsan uşağı? İndi mən həmən qızın həyat yoldaşı və onun qaynanasını, qaynatasını axtarmağa başlamışam ki, dayı kimdir ki, ümumiyyətlə mən dayı ilə danışam. Mən indi araşdırıram ki, bu qız kimə ərə gedib, kimlərdəndir. Mən bu qadını çıxardım ortaya ki, sən nə ixtiyarla bu kişinin nəvəsini, o oğlanın övladını övladlığa vermirsən. Özdə qız övladı. Bax, bu bayram. Bayram evləndirmək istəyirlər. Niyə evlənmirsən bayram? Mən uşaqlarım böyüdür, qızımın 13 yaşı var, istəmirəm ki, uşaqlarımı ögey ana gətirim. Buyurun. Bax, bu kişiliyinlə bayram deyir ki, mən istəmirəm ki, evlənim, övladımın üstünə qadın gətirim. O ögey ana da mənim övladıma necə baxacaq? Görürsünüz? Doğma niyə yaxşı baxıydı, saxlayardı. Bayram, sən fikirdəsən, qardaş. 2 gündə o gözəl qadınlar və xanımlar var. Evlənməlisən, uşağına da analıq eləməlidir və sənə də qulluq eləməlidir. Niyə evlənməyəsən ki, sən başa düşmədin? Fikrimdən keçmir. Fikrindən keçmir yox, fikrindən keçməlidir. Sən hələ nə yaşın var, qardaş? O övladlara kim baxacaq, necə olacaq? Sən evlənməlisən, özünə layiq bir xanımın da ailə həyatı qurmalısan.
və biz də Xoşqədəm xanım dəstək olmalıyıq. Bu, əlbəttə ki, o evlənmək istəsə, o uşaqların indi burada istəyir ki, öz həyatını qursun. Danış da Bayram. Ben isterim ki gelmiştim Xoşqədəm xanım yanı ki kömələyi istedim ki. Bir de pulum olsun, bir özüm için bir şərait kurum ki sonra bakım uşaqlarım yığım üstüne. Bakım başımın çaresine. Biz sənə dəstək, sənin işinə də mən dəstək verərəm. Səni qəşəng evləndirək, qəşəng sənə bir toy eləyək. Övladlarına da götür, bax, burada da yaxşı məktəblərə qoyarıq, oxuyarlar da. Yəni, indi Bayram bunu özü bilər, bu onun öz işidir. Amma deməyim odur ki, Əşrəf kişi, indi qızın anasını axtarıram. Anası bizə lazım deyil. Bizə uşağı tap, bizcə görüşüm mən o uşaqla. Özüm evi də var, hər şey də var. Bax belə, bizcə uşağı mənə tap verir, yox. Uşağı tapmışıq. O tərəfdən adam da lazım deyil. Uşağı, yox, mən də dedim, dayı... Bizcə uşaq... Dayı hədə qorxu ilə danışırdı. Dedim, qardaş, bu ölkə qanunu, demokratik bir ölkə qanunu. Bəli, qanunu Cinayəti işlədən onlar və sizi hədələyirlər. Düz bax, neçə ildir o uşağı gizliyə-gizliyə bax, elə verirlər, bax. Qaynənə gəlinə bir dənə söz deyən kimi hamınız düşürsünüz qaynənənin üstünə. İndi görün, gəlin qaynənə ilə qaynatan başından oynatsın. Yox, Nuranə məsələsinə toxunma. Nuranə əziyyət çəkən qadınlardan. O qadının övladı əziyyət... Elə mənim nəvəmin evini yıxan da Ramal müəllim, bax onun nənəsi olub, o qaynənə dediyin var mı, nənəsi, qızın nənəsi olub, bax bu qızı uşağı doğanın anasının anası olub, nənəsi, qılavlı kapitan. Dəhşət, yəni, valla, nə deyim mən? Bu ağsaqqalın başına görün nə oynatsıb da bu gəlin. Bunu demək lazımdır. Görürsünüz, bizə lazım deyil. Gəlini heç istəmirəm də o tərəfdən mən, heç kimi. Bu tərəfi dinləməmişik. Bu uşağı satıblar, veriblər, o başqa. Uşağı görməyəm. Burada bunun söhbəti də gedir. Uşağın atası... Burada indi pasport neçə yaşında verirlər uşağa? Pasport. Bu bizim Azərbaycan neçə yaşında uşaq pasport alır? Doğulan kimi verilir də. Doğulan kimi də verirlər. Bəli. Gəlin belə eləyək. Telefon olar, kartasına pul vurarım. Hüseyin, sənin üçün gələn var, bircə dəqiqə xahiş edirəm, dönəcəm mövzuya. Hüseyin, gəl bura. Heç bir qadağa qoymadan, heç bir, belə deyək, əleyhinə getmədən mən səndən xahiş eləyirəm. Vurmayın nəysə, çünki yalanlar bir gün gedəcək, hər şey ortaya çıxacaqdır. Bizim bu günləri qonağımız var. Əslində Şahin yenə də aləmi qarışdırıb bir-birinə gətir görüm. Gətir görüm bura. Qarışdırdı yenə burada ayırmışdım vərəqləri, nəyi, hamısını. Hə. Deməli, bizim dəyərli bir qonağımız var burada. Hüseyin gələnə qədər mən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı, Sosial Tərəfdaş layihəsinin böyük mütəxəssisi Nicat Mustafayev. Xoş gəlmişsiniz. Xoş gününüzə gələ, Xoşqədəm xanım. Hörmətli, dəyərli qonaqlarımızı və televiziya tamaşaçılarına salamlayıram. Buyurun, sizin bizə gəlişinizin gözəl bir səbəbi var. Səbəb nədir? Sosial Tərəfdaş layihəsi haqqında bir qısa məlumat vermək istərdim. Əsasən də burada təqaüdçülər, pensiyaçılar rica eləyərdim ki, bizə çox diqqətlə qulaq assınlar. 2023-cü ilin oktyabr ayından artıq Sosial Tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə Respublikamızda geniş miqyasda icra olunmaqdadır. Təşəbbüs ibarət olacaqdır bu korporativ sosial məsuliyyət layihəsi çərçivəsində. Sosial tərəfdaş layihəsi kimləri əhatə edir, necə istifadə edə bilirlər, necə yararlana bilirlər, bununla bağlı bir məlumat vermək istərdim. Yəni layihənin məqsədi? Bəli, layihənin əsas məqsədi, birinci əhatə etdiyi kateqoriya şəxsləri çatdıracam nəzərinizə, ondan sonra məqsəd nədən ibarəti bildirəcəm. Təşəbbüs ibarət olacaqdır təqaüdçülər, pensiyaçılar, yəni bizim ümumilikdə cəmiyyətimizin həssas qrupu insanları, hansı ki bunlar sosial müavinət alan şəxslər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və digər kompensasiya alan, sosial ödəniş alan bütün şəxslər nəzərdə tutulur ki, həmən kateqoriya şəxslər gündəlik xərclərinin azaldılması, onların ehtiyaclarının daha rahat qarşılanması və iqtisadi cəhətdən rahat yaşamını təmin etmə məqsədi ilə irəli sürülmüş bir layihəlik proqramıdır sosial tərəfdaş layihəsi, hansı ki, həmən kateqoriya şəxslər seçilmiş marketlər, klinikalar və apteklər
marketlərdə yaxınlaşaraq gündəlik Endirim. ehtiyaclar. Bəli. Endirim. Yaxşı, bu endirim barkodunu necə əldə etmək olar? Endirim barkodu Nazirliyin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi e-sosial proqramı var, hansı ki mobil tətbiqi. Öz mobil telefonlarına yükləyərək qeydiyyatdan keçirlər. Avtomatik şəkildə hər bir pensiyaçıya uyğun olaraq individual ne güzel. barkod yaranır. Bəli. Möhtəşəm. Yaxşı, Bəli. bu endirim faizi nə qədərdir? Ümumilikdə endirim faizləri məhsul və xidmətlərə görə təbii ki dəyişəcəkdir. Marketlərdə 2-5% arası, apteklərdə 10-15%-dək, klinikalarda isə 40%-dək təbii ki bu Yəni bu fərqlənəcək də, mağazalarda başqadır, Bəli. apteklərdə başqadır, xəstəxanalarda başqadır. Bəli, ümumilikdə minimum 2%-dən maksimum 40%-dək təbii ki məhsul və xidmətlərə görə dəyişəcəkdir. Bravo. Burada əsas bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Pensiyaçıların mütləq şəkildə bilməli olduğu budur ki, bəzən bilmirlər. Bu sosial tərəfdaş e-sosialda yerləşən mobil tətbiqdəki barkod hər hansı bir vəsait olmur bunun içində. Sadəcə ödənişdən öncə kassada təqdim etməkləri kifayət edəcəkdir ki, xüsusi endirimlərdən yararlansınlar və burada ödəniş üsulu nağd və nağdsız şəkildə eləyə bilirlər Bu təbii ki. neçə müddət idi ki var bu? Artıq qeyd elədiyim kimi 2023-cü ilin oktyabr. 2023-ə valla indi sizə bir söz deyim, indi mən bildim. Görün indi mənim kimi nə qədər insanlar indi, bəli. Məsələn, mənim də xəbərim yoxdur. Ona görə xəbəri olmayanlar üçün bir əlaqə nömrəsi deyəcəyəm. 010-712-73-12 bir daha deyirəm. 010-712-73-12 bax, əlaqə nömrəsidir. Sizi maraqlandıran digər suallar ola bilər. Zəng edin, maraqlanın və həqiqətən də möhtəşəmdir. Yəni, bu gözəl bir layihədir. Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Göstərdiyiniz dəstək və diqqətə görə Xoşqədəm xanım, minnətdarım. Dövlət Sosial Müdafiə Fonduna təşəkkür edirik. Həqiqətən hər şey xalqımızın rifahı üçündür və bugün də bu sizlər üçündür. Yararlanın, hansı kateqoriyalara aiddirsə yararlansınlar. Bir daha deyirəm, 010-712-73-12 əlaqə nömrəsidir. Mənim üçün maraqlıdır Hüseyin. Təşəkkür edirəm sizə. Hüseyin, niyə narahatsan? Bəlkə qısqanclıq səni bu hala gətirdi. Bir nəfər vardı, barışmaq üçün gəlmişdi. Hanı o? Hə, İmran yoxdur, həyat yoldaşı ilə barışmaq istəyirdi. Ayşat, niyə həyəcanlısan? Ailəm üçün, ailəmi qorumaq istəyirəm. Niyə Ailəmin ağlayırdın yaxşılığı orada? üçün. Yalan mı danışmışdın? Mən yalan danışan bir deyiləm əslində. Ayşat, bax, mən göndərdim Hüseyni. Hər şey həyatında bugün dəyişər, bəli. Mənim uşağa həmişə uşaqlardır mənim gözümün önündə. Heç bir zaman mən nə ata, nə ana. Mənim üçün hər zaman uşaqlardır. Yazıq uşaqlara, yazıq uşaqlara. Sən bir daha deyirəm, əgər yalan demisənsə, biz bu yoldan geri qayıda bilərik. Mən yalan danışmıram. Sən onu həqiqətən görmüsənmi? Doğru denən Ayşat, ya hə, ya yox. Deyilən hər sözə inanmayın. Bizim burada hər tərəf kameradır da. Mən əvvəllər çox əziyyət çəkirdim deyə. İndi biri ilə danışanda mən ona aparıb otuzdururam kameranın yanında. Kamera özləri də görür. Deyirəm, bax burada, çünki elan edirəm. Elan edirəm ki, kamera var. Çünki mən onu çox əziyyət çəkmişdim deyə. Ona görə o kameradır, WhatsApp'dır, ondan sonra nədir? Bunların hamısı mənim artıq həyat, belə deyək, tərzimə çevrilibdir. Bəli, bəli, bəli. Çünki sabahları onu mən bura çıxara bilirəm. Yəni, indi bura qapıdan ki girdiz, Ayırbenin o çöldən, hətta çöldən bir neçə metrlikdən. Danışıq, mən xahiş eləmişəm öz otaqlarımda və hamıya da elan edirəm hər dəfə gələndə. Deyirəm, kamera var ha burada. Bilin. Ayşə. Mən olar bir dənə sual verim Xoşqədəm xanım. Necə? Bizə kömək etməyini istəyirəm. Mən bu ailəni qorumaq istəyirəm. Kimdən? Kimdən qoruyursan ailəni? Kənardan heç kim qoruyamaz. Aça bilmir hələlik. Açıqlaya bilmir. O yalnız mənim qulağıma dedi. Mən də Hüseyin artıq getdi. Apardılar. Baxaq görək nə olacaq. Otur orada. Bu xanım deyir Baş ki, sponsor bir marketdir. Qeyd edeyim ki, bir marketsiz. Doktor, bu məsələyə nə deyirsən? Bir doktor kimi soruşuram. Muradın şəklini verin ora.
Ən son şəklini. Balaca şəkli nə edirəm mən? Hardan indi tapım bu gözəl balanı? Doktor, bir doktor kimi deyin mənə, mobilə oxşarlıq varmı? Hüseyin nə oldu? Hüseynim. Yox, oxşarlığı yoxdur, amma o demək deyil ki, yəni oxşaması lazım. Çünki Qazaxıstanda olubdur, uşaq Bəli. orada böyüyüb. Həyat tərzi də dəyişə bilər, mühit də dəyişə bilir insanı. Yəni, mühit də dəyişə bilir, yəni hər halda DNT analizini vermişsiniz. Onunla tam olaraq o Oxşarlıq varmı? Oxşarlığını çox oxşada bilmirəm, yansıq deyim. Mən oxşada bilmirəm. Mobil, sən bir ata-ana daha yaxından hiss edir də. Hidayət hiss edə bilməz, sən hiss edirsən. Valla mən oxşarını görmürəm. Yəni bir qəlbində bir titrəmə varmı ki, bu mənimdir, qan çəkir? Valla yox, mən səmimdir. Amma o var ha, o var. Mən onu görəndə pısatlarım, nə bilim. Məsələn, Suzannaya necə, belə qan çəkir? Yox, Düzün denə. valla yox. Hə? Bunun mənim nə əlaqam yox, çəkir. Necə yəni nə əlaqən? Deyirəm ki, qız gəlib atasını axtarmağa. Əlaqəm nədir? Ay Allah. Yox, Sual verdim, dedim Gəlin ki... xoş gəl, axtarsın mən nə deyirəm ki? Yox, axtarır. Mən də deyirəm ki, bax o Muraddır, bu da Suzannadır. Bunların hansından sənə o türklər demiş elektrik? Suyu şirin gəlirmi? Hə, suyu şirin gəlir. Qanın qaynayırmı? Necə? Bəzi bölgələrdə. Xeyr gəlmir. Heç birindən. Xeyr heç birini valla. Bu Nübar xanımın qorxusundandır valla. Yox valla, əşinə qorxu. Yox. Qorxu zat yoxdur. Yox valla, İnanır mı əşinə sənə? yoxdur, yox valla. Gülə-gülə Yox, baxmazdı. Nətər? Nübardan qorxsaydı Nübar xanımdan Suzanaya gülə-gülə baxmazdı. Onu deyirəm. Bugün şok xəbərlər, şok xəbərlər. Hidayət. Ay Allah. Neyse, qısa bir ara verelim.